Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. DTİ icra başçısını buna görə saxlayıb. Sensasiyon detallar: Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rızayevin həbsi ilə bağlı yeni və sensasiyon faktlar üzə çıxıb. Günün xəbərləri Müsavat.com-la istinadla xəbər verir ki, Rızayevin 2011-ci ildə icra başçısı vəzifəsinə təyin olunmasının arxasında Socarlın sabiq vitse-prezidenti, milyardlarla vəsaitə sahib oliqarx məmur Mikayıl İsmailov dayanıb. Məlumata görə, Mikayıl İsmailov İslam Rızayevin tələbə yoldaşı və eyni zamanda əqudasıdır. Məhz bu qohumluq və şəxsi əlaqə vasitəsilə Ramiz Mehdiyevlə birbaşa əlaqə qurulub və Rızayevin Balakənə icra başçısı kimi təqdimatı həyata keçirilib. Bu təyinat həmin dövrdə Mehdiyev klanının ölkə üzrə regional idarəçilik mexanizmlərində öz təsir dairəsini qorumaq üçün həyata keçirdiyi mühüm addımlardan biri sayılır. Buradaca bildirək ki, bu şərti adı əqudalıq olan bu əlaqələrin bütün detalları redaksiyada var. Sadəcə mövzumuz bu deyil. Yaxın zamanlarda bu detalları da dərc edəcəyik.